Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Dünya okeanı, onun tərkib hissələri, xüsusən dənizlər, körfəzlər, boğazlar bunlarla bağlı olacaqdır. Ümumiyyətlə biz Dünya okeanından danışsaq, bilirik ki, Dünya okeanı, ümumiyyətlə dünyanın su sahəsi təqribən 361 milyon kvadrat kilometrdir. Və dünyanın biz okeanlarından danışsaq, belə deyək, dünyada əsasən, yəni belə deyək, biz köhnə vəsaitlərlə götürsək, bildiyimiz kimi 4 okean, lakin 2021-ci ildə qəbul edilmiş yeni qaydaya əsasən isə Cənub okeanı da təbii ki, bu okeanlara aid ediləcəkdir. Biz ilk öncə dünyanın ən böyük okeanı olan Sakit okeanından danışa bilərik. Biz bilirik ki, Sakit okean dünyanın ən böyük okeanı hesab olunur və Sakit okeanın sahəsi də təqribən 170 milyon kvadrat kilometrə bərabərdir. Ki, bu da bütün materiklərin sahəsinin cəmindən daha böyüdür ki, yəni biz burada Sakit okeanın necə də böyük bir deməli okean olduğunu görə bilərik. Sakit okeanda ən dərin nöqtə isə təbii ki, Marian çökəkliyidir. Qeyd edirəm bura Marian. Və Marian çökəkliyinin dərinliyi 11.022 metr hesab olunur ki, bu da dünyanın təbii ki, ən dərin nöqtəsi hesab ediləcəkdir. Sakit okean həmçinin Qədib okeandır və Sakit okeanın sahəsi get-gedə litosfer tavalarının hərəkəti nəticəsində kiçilir. Sakit okean həm də litosfer tavalarının hərəkəti zamanı Sakit okeanda bu hərəkətlərdə iştirak edir. Matriklərlə toqquşaraq həm qövsvari adalar, həm sıra dağlar, həm də novların yaranmasında iştirak edir. Digər ikinci böyük okeanımız təbii ki, Atlantik okeanıdır və həmçinin Sakit okean Şimali Amerika, Cənubi Amerika, Antarktida, Avrasiya, Avstraliya materiklərinin sahillərini yuyacaqdır. Sahəsinə görə ikinci böyük okeanımız Atlantik okeanıdır. Atlantik okeanında sahəsi təqribən deməli 70 milyon kvadrat kilometr hesab olunur sahəsi. Çox üzr istəyirəm, mən Hind okeanını qeyd etdim. Sahəsi 85 milyon kvadrat kilometr hesab olunur Atlantik okeanın və ən dərin nöqtəsi isə təbii ki, Puerto Rico çökəkliyidir. Puerto Rico çökəkliyidir və Puerto Rico çökəkliyi də təbii ki, Atlantik okeanının ən dərin yeridir və dərinliyi 8742 metr olacaqdır. Və bir daha qeyd edirəm, deməli Atlantik okean sahəsinə görə ikinci böyük okeandır. Sahəsi təqribən 85 milyon kvadrat kilometrdir və ən dərin yeri isə Puerto Rico çökəkliyidir və 8742 metrdir. Atlantik okeanı biz bildiyimiz kimi cavan okeandır. Ona görə də litosfer tavalarının hərəkəti nəticəsində burada sahə böyüyür, yəni böyüməyə doğru davam edir və burada əsasən litosfer tavalarının biz ayrılmasını görə bilərik ki, burada Orta okean dağ silsilələri, həmçinin vulkanik adalar formalaşır. Atlantik okeanı Şimali Amerika, Cənubi Amerika, Afrika, Avrasiya, həmçinin Antarktida kimi materiklərin təbii ki, sahillərini yuyacaqdır. Deməli, sahəsinə görə üçüncü böyük okeanımız Hind okeanıdır. Təbii ki, Hind okeanı sahəsi təqribən 70 milyon kvadrat kilometrə yaxındır və Hind okeanı bu da cavan okean hesab olunur və litosfer tavalarının hərəkəti nəticəsində Hind okeanında sahəsi getdikcə böyüməkdədir. Deməli, Hind okeanının ən dərin yeri isə Zond çökəkliyi, Yava dənizi ətrafında Zond çökəkliyi hesab olunur və Zond çökəkliyi ətrafında deməli dərinlik təqribən 7729 metrə bərabərdir ki, bu da Hind okeanının ən dərin nöqtəsi hesab olunur. Daha sonra biz Şimal Buzlu okeanından danışsaq, Şimal Buzlu okeanı bu da qədim okeandır və Şimal Buzlu okean sahəsinə görə ən kiçik okeandır. Sahəsi təqribən 15 milyon kvadrat kilometrdir. Ən dərin yeri isə Qrenlandiya çökəkliyidir. Qrenlandiya dənizi ətrafında Qrenlandiya çökəkliyidir və bu çökəkliyin də dərinliyi təqribən
5527 metr hesab olunur ki, bu da Şimal Buzlu Okeanının ən dərin nöqtəsidir. Şimal Buzlu Okeanda gördüyünüz kimi Şimali Amerika, Avrasiya kimi materiklərin sahillərini yuyur və bu okean, belə deyək, il boyu günəş şüalarının düşmə bucağı bu əraziyə kiçikdir. Həmçinin qədim okeandır. Litosfer havaların hərəkəti nəticəsində Şimal Buzlu Okeanın sahəsi kiçilməkdədir. Deməli, digər bir dəniz, yenə deyirəm, 2021-ci ildə Ümumdünya Okeanlar günündə, belə deyək, Antarktida ətrafında olan su hövzəsi, 60 dərəcəlik enişlərə qədər olan su hövzəsi Cənub Okeanı hesab olunur. Deməli, Cənub Okeanının da sahəsi təqribən 22 milyon kvadrat kilometrdir. Ən dərin nöqtəsi isə Cənubi Sandviç çökəkliyidir. Cənubi Sandviç çökəkliyidir ki, deməli, bu çökəkliyin də dərinliyi təqribən 8524 kilometr hesab ediləcəkdir. Deməli, Dünya Okeanının ən əsas tərkib hissələrindən biri də dənizlərdir. Yadda saxlayaq ki, dənizlər ümumiyyətlə göllərdən əsas nə ilə fərqlənir? Dənizlərin Dünya Okeanına birbaşa çıxışı var. Yəni, onlar boğazlarla və yaxud da birbaşa şəkildə Dünya Okeanı ilə əlaqəlidir. Və dünyanın, belə deyək, əsas dənizlərinə biz 3 qrupa bölə bilərik. Bu dənizlərə biz aid eləyə biləcəyik. Demək, hansı dənizlər? Demək, aid eləyə bilərik daxili dənizlər, aid eləyə bilərik kənar dənizlər, aid edə bilərik adalar arası dənizlər. Adalar arası. Ümumiyyətlə, dəniz, yadda saxlayaq ki, okeanın, yenə deyirəm, bir tərkib hissəsidir. Lakin okeanlardan sualtı tirələrlə, qayalıqlarla ayrılır. Və ilk öncə biz dünyanın əsas daxili dənizlərinə diqqət yetirsək, demək, bu dənizlərdən biz Aralıq dənizi haqqında danışa bilərik ki, gördüyümüz kimi Afrika və Avrasiya materiklərinin arasında yerləşdiyi üçün biz buna daxili dəniz deyirik. Həmçinin, baxın, burada fikir verin, Apenin yarımadasının ətrafında Tirren, Liguriya, Adriatik və İonik dənizlərindən danışa bilərik ki, Liguriya, Tirren, Adriatik, İonik, deməli, bunlar da Aralıq dənizinin daxilində yerləşən dənizlərdir və Atlantik Okeanına aid olan dənizlər hesab edilir. Daha sonra biz danışa bilərik Baltik dənizindən. Baltik dənizi də daxili dəniz hesab olunur. Qırmızı dəniz, bu da daxili dəniz hesab olunur. Daha sonra biz burada Egey, Mərmərə, Qara, Azov kimi dənizlərin də daxili dənizlərə aid olduğunu söyləyə bilərik ki, daxili dənizlər əsasən Atlantik Okeanına aiddir. Həmçinin Hind Okeanına aid olan Qırmızı dənizi də biz nümunə göstərə bilərik ki, bunlar daxili dənizlərdir. Ən çox Avropa və Asiya, bir də ki, Asiya qitələrinin, həmçinin Qırmızı dəniz Afrika qitələrində sahillərini yuyur. Deməli, bu gördüyümüz dənizlər oldu daxili dənizlər. İndi isə biz kənar dənizlərdən danışsaq, deməli, kənar dənizlərə əsas hansı dənizlər aiddir? Biz bu dənizlərdən danışa bilərik Norveç dənizi, daha sonra nümunə göstərə bilərik Şimal dənizi, nümunə göstərə bilərik Barents, Kara, bir dəqiqə üzr istəyirəm. Nümunə göstərə bilərik Laptevlər, Şərqi Sibir, Çukot, Oxot, Yapon, Sarı, Şərqi Çin, Cənubi Çin, daha sonra Andaman dənizi, nümunə göstərə bilərik biz, deməli, burada Karib dənizini, Sarqas dənizi, sahili olmayan dəniz, Beaufort dənizini, daha sonra Antarktida materikinin ətrafında yerləşən Dürvil, Davis, Birlik, Kosmonovlar, Lisser, Larsen, Lazarev, Uedel, Bellinsuhazen, Amundsen, Ross kimi dənizlər təbii ki, aid olacaq kənar dənizlərə. Daha sonra biz adalar arası dənizlərdən danışsaq, adalar arası dənizlər adından məlum olduğu kimi adaların arasında yerləşir. Biz bu adalar arası dənizlərdən Sakit Okeanda yerləşən Filippin dənizini, Sulu, Sulawesi, Moluq, Banda, Yava, baxın, bu dənizlər əsasən
Sakit Okeanda yerləşən dənizlərdən qeyd etdik ki, bu dənizlər adalararası dənizlərdir. Həmçinin Banda və Fiji dənizləri bu dənizlərdə adalararası dənizlər hesab olunur. Daha sonra Atlantik Okeanında biz İrlandiya dənizinin adalararası dənizə aid olduğunu deyə bilərik. Daha sonra Şimal Buzlu Okeanında isə Baffin dənizi və Qrenlandiya dənizlərinin biz əlbəttə ki, adalararası dənizlərə aid olduğunu söyləyə bilərik ki, bu dənizlər də əsasən adaların arasında yerləşəcəkdir. Daha sonra biz dənizlər haqqında əsas məlumatlara diqqət yetirsək, deməli birinci biz dünyanın ən böyük dənizi haqqında danışsaq, bu dünyanın ən böyük dənizi Filippin dənizidir. Gördüyümüz kimi Sakit Okeana aid olan bir dənizdir. Dünyanın ən dayaz dənizi Azov dənizi. Ən dərin dənizlərinə isə biz aid edə bilərik. Tutaq ki, Banda, Mərcan kimi dənizlər. Bu dənizlər çox dərin olan dənizlərdir. Deməli, dünyanın ən isti və ən duzlu dənizi Qırmızı dənizdir. Qırmızı dəniz tropik xəttləri arasında yerləşdiyi üçün, günəş şüalarının bu ərazilərə düşmə bucağı böyük olduğu üçün, deməli, bu ən isti, həmçinin buxarlanma çox getdiyi üçün, çaylar bura az töküldüyü üçün isə təbii ki, ən duzlu dəniz hesab olunur. Ümumiyyətlə, Dünya okeanının ən duzlu hissəsidir. Təqribən 42 promilliyə yaxın burada duzluq vardır. Ən soyuq dəniz Şərqi Sibir dənizi hesab olunur. Ən çox ölkənin sahillərini yuyan dəniz Aralıq dənizidir. Fikir versək, Afrika, Avropa, Asiya kimi qitələrin sahillərini yuyur və burada bir çox ölkələr yerləşir ki, ən çox ölkə sahillərini yuyan ölkə, deməli qitə, üzr istəyirəm, dəniz hesab ediləcəkdir. Başqa biz dənizlər haqqında demək, başqa nə maraqlı məlumatlar deyə bilərik? Sahili olmayan dəniz tutaq ki, Sarqas dənizidir. Sarqas dənizi Atlantik Okeanına aiddir. Şimali Amerika materikinin sahillərini yuyur və dünyada sahili olmayan yeganə dəniz hesab edilir. Körfəzlərə keçid etsək, körfəzlər də deməli okeanın bir tərkib hissəsidir və okeanların, dənizlərin quruya daha çox daxil olmuş hissəsinə biz deyəcəyik körfəzlər. Deməli, bu körfəzlər dənizlərdən fərqi əsas odur ki, əgər dənizlərin okeandan müəyyən bir maneələr vasitəsilə, qayalıqlar vasitəsilə ayrılması var idisə, lakin belə körfəzlərdə belə bir xüsusiyyət yoxdur. Sadəcə olaraq quruya daxil olmuş su hissələri hesab edilirlər. Dünyanın ən əsas körfəzlərinə biz diqqətlə baxsaq, bu körfəzlərə biz Botnik körfəzini, gördüyümüz kimi Fin körfəzini, Riga körfəzini, Bristol körfəzini, Biskay, Lyon kimi körfəzlərə aid edə bilərik ki, bu körfəzlər Atlantik Okeanına aiddir və Avropa sahillərində yerləşir. Biz Asiyanın ətrafında yerləşən körfəzlərə Anadır körfəzini, Şelixov körfəzini, Bakbosyan körfəzlərini deyə bilərik ki, bunlar Sakit Okeanı ətrafında yerləşir. Daha sonra Asiya ətrafında yerləşən Hind Okeanına aid olan böyük körfəzlərdən biri Benqal körfəzidir. İran körfəzi dünyanın ən çox təbii sərvətlərə malik olan körfəzlərindəndir. Xüsusən neft və qaz ehtiyatlarına malikdir. Oman körfəzi, Ədən körfəzi. Bunlar Asiya sahilində yerləşir və Hind okeanına aid olan körfəzlərdir. Həmçinin biz burada Xəzər gölünün daxilində Qarabağaz Qol körfəzini göstərə bilərik ki, bu da Xəzər dənizinin ən əsas körfəzlərindən hesab edilir. Daha sonra Şimali Amerika ətrafında formalaşan körfəzlərə biz Alyaska körfəzini, Kaliforniya körfəzini, Meksika körfəzini, Fandi körfəzini, Maine körfəzini, Müqəddəs Lavrenti və Hudson kimi körfəzlərə aid edə bilərik ki, bu körfəzlər deməli Şimali Amerika ətrafının əsas körfəzləridir. Daha sonra Afrikanın ətrafında biz Atlantik Okeanı sahillərində, yəni Atlantik Okeanına aid olan Afrika sahillərində yerləşən Qvineya körfəzini aid edə bilərik. Avstraliya ətrafında Karpentariya körfəzi, Böyük Avstraliya körfəzi, Coğrafiyaçılar körfəzi və Cənubi Amerikada La Plata körfəzi dünyanın ən böyük körfəzlərinə aiddir. Gördüyümüz kimi Şimali Amerika və Avrasiyanın sahilləri çox parçalandığı üçün orada dəniz və körfəzlər çoxdur. Lakin Afrikadır,
Daha sonra Avstraliya, Cənubi Amerika kimi materiklərin ətrafında isə təbii ki, dəniz və körfəzlərin sayı daha az olacaqdır. İndi isə biz boğazlar haqqında danışsaq, ümumiyyətlə yadda saxlayaq ki, boğazlar dünyanın ən əsas boğazlarına, ümumiyyətlə boğaz nədir onu bilək. Boğaz iki su sahəsini bir-biri ilə birləşdirən, iki quru sahəsini bir-birindən ayıran əsas su sahələri hesab olunurlar. Dünyanın ilk öncə ən əsas boğazlarına biz diqqət yetirək. Birinci, materikləri bir-birindən ayıran boğazlara diqqət yetirək. Materikləri bir-birindən ayıran boğazlara biz nümunə göstərsək, bunlardan biri Drake boğazıdır. Bax, görün burada Drake boğazı. Yadda saxlayaq ki, Drake boğazı Cənubi Amerika və Antarktida materiklərini bir-birindən ayırır. Mən ilk öncə əsas vazif məqamları deyəcəm. Yəni, bunlar imtahanda bizdən soruşula bilər. Daha sonra biz Bering boğazından danışa bilərik. Baxın, burada Bering boğazına fikir versək, Bering boğazı Avrasiya və Şimali Amerika materiklərini bir-birindən ayırır. Daha sonra biz sizinlə danışa bilərik Cəbəli Tariq boğazından. Cəbəli Tariq boğazı Afrika ilə Avrasiya materikini bir-birindən ayıracaqdır. Gördüyümüz kimi Afrika ilə Avrasiyanı bir-birindən ayırır Cəbəli Tariq boğazı. Daha sonra biz Babəlməbəd boğazından danışa bilərik ki, Babəlməbəd boğazı isə əlbəttə ki, Afrikanı Avrasiya materikindən ayıracaqdır. Həmçinin biz bilirik ki, boğazların birləşdirmə xüsusiyyəti var. Yəni, onlar iki su sahəsini bir-biri ilə birləşdirir. Biz ilk öncə okeanları bir-biri ilə birləşdirən boğazlara baxsaq, məsələn, yenə də Bering boğazına diqqət yetirsək, görə bilərik ki, biz Şimal Buzlu okean ilə Sakit okeanı bir-biri ilə birləşdirəcəkdir. Daha sonra burada fikir versək, Malakka boğazı, Zond boğazı, həmçinin Torres boğazı, baxın gördüyünüz kimi Torres boğazı və Bas boğazları Sakit okeanı Hind okeanı ilə birləşdirəcəkdir. Gördüyünüz kimi, baxın, Sakit okeanından Hind okeanı birləşdirdik. Hansı boğazlar dedik biz? Demək, biz bunlara aid etdik Zond, Malakka, Torres və Bas boğazlarını. Daha sonra Sakit okeanla Atlantik okeanı birləşdirən boğazlara biz diqqət yetirsək, bu boğazlara görürsünüz Magellan və Drake boğazlarını aid edə bilərik ki, bu boğazlar Atlantik və Sakit okeanı bir-birindən birləşdirəcəkdir. Daha sonra biz Atlantik və Şimal Buzlu okeanlarını bir-biri ilə birləşdirən boğazlara diqqət yetirsək, bu boğazlara biz Hudson boğazını, həmçinin Danimarka boğazını, həmçinin Davis boğazlarını aid edə bilərik ki, bu boğazlar deməli Atlantik okeanı ilə Şimal Buzlu okeanını bir-biri ilə birləşdirəcəkdir. İndi biz sizə lazım olan ən əsas digər boğazlardan danışa bilərik. Məsələn, Tatar boğazı. Baxın, burada diqqət yetirək, Tatar boğazı. Tatar boğazı, baxın, burada yerləşən Saxalin adasını Avrasiyadan ayıracaqdır. Gördüyünüz kimi, baxın. Aha, çox üzr istəyirəm, fasilə verməli olduq. Deməli, Tatar boğazı qeyd edirdik. Saxalin adasını Avrasiyadan ayıracaqdır. Lakin, əlbəttə ki, iki su sahəsini isə bir-birindən birləşdirməlidir. Gördüyümüz kimi, burada Oxot və Yapon dənizlərini bir-biri ilə birləşdirir. Daha sonra biz Koreya boğazından danışa bilərik. Koreya boğazı Koreya yarımadası ilə Yapon adalarını fikir versək, Yapon adalarını bir-birindən ayırır. Lakin, baxın, burada Yapon dənizi ilə deməli, Şərqi Çin dənizini bir-biri ilə birləşdirəcəkdir. Daha sonra biz digər boğazlardan, ən əhəmiyyətli boğazlardan biri Malakka boğazıdır. Malakka boğazına biz diqqət yetirsək, görə bilərik ki, Malakka yarımadasını deməli Saxalin Sumatra adasından üzr istəyirəm ayıracaqdır. Və bayaq da qeyd etdiyimiz kimi Hind okeanını və Sakit okeanı bir-biri ilə birləşdirəcəkdir. Burada biz Polk boğazından danışa bilərik. Polk boğazı deməli
Hindistan yarımadasını Şri-Lanka adasından ayıracaqdır. Lakin Hind okeanı və Benqal körfəzini, baxın burada Benqal körfəzi və Hind okeanını bir-biri ilə birləşdirəcəkdir. Daha sonra dünyanın ən əsas boğazlarına, biz burada Pas-de-Calais, La-Manche boğazları haqqında danışa bilərik. Bu boğazlar demək Avropa qitəsini Böyük Britaniyadan ayıracaqdır. Amma əlbəttə ki, haranı birləşdirir? Təbii ki, Atlantik okeanı ilə Şimal dənizini. Bu burada Şimal dənizi, burada isə Atlantik okeanı. Bunların ikisini bir-biri ilə birləşdirəcəkdir. Daha sonra biz Torres boğazına baxaq. Deməli, Torres boğazı burada Avstraliyada Cape York yarımadasını Yeni Qvineya adasından ayıracaqdır. Lakin bayaq da qeyd etdik, Hind okeanı və Sakit okeanı bir-biri ilə birləşdirəcək. Bas boğazı. Baxın burada Tasmaniya adasını Avstraliya materikindən əlbəttə ki ayıracaqdır. Lakin Tasmaniya dənizi ilə Böyük Avstraliya körfəzini, deməli burada Tasman dənizi ilə əlbəttə ki birləşdirəcəkdir. Dünyanın ən uzun boğazı olan Mozambik boğazı. Madagaskar adasını Afrikadan ayıracaq. Hind okeanının şimal və cənub hissələrini bir-biri ilə birləşdirəcəkdir. Sonra Magellan adası, daha doğrusu Magellan boğazı. Burada əlbəttə ki Magellan boğazı gördüyünüz kimi Odlu Torpaq adasını Cənubi Amerikadan ayıracaq. Burada Odlu Torpaq adasını Cənubi Amerikadan ayıracaq. Lakin Sakit okean və Atlantik okeanı bir-biri ilə birləşdirəcəkdir. Başqa biz nə deyək? Bir də Florida, məsələn, dünyanın ən əsas boğazlarından Florida. Florida boğazı gördüyünüz kimi burada Kuba adasını deməli Florida yarımadasından ayıracaq. Meksika körfəzi ilə Atlantik okeanının bir-biri ilə birləşdirəcəkdir. Və ən nəhayət biz Yucatan deməli boğazından da danışsaq, Yucatan boğazı Kuba adasını, baxın fikir verək, Yucatan yarımadasından ayıracaq. Meksika və Karib dənizlərini isə bir-biri ilə birləşdirəcəkdir.